Şəkildə gördüyünüz molla namazda vəhşicəsinə öldürülərək qətlə yetirilib. Hətta cənazəsində Hacı Zeynalabdin Tağıyev hərarətlə xalqa səslənmişdi. Şəkilə baxanda insanda xoş təəssürat yaradır desəm, yalan olar. Çünki şəkillər eyni zamanda təəssüratları da özündə əks elətdirir. Çünki mollalıq xalqın yaddaşında müsbət bir dəyər olaraq yer tutmayıb. Günahkarı da xalq deyil, müqəddəs dəyərləri elə ilk istismar edən mollaların özləridir. Amma bu mollamızı mənfi baxışdan istisna tutacaq tarixi gerçəklər var. Bu mollanın işi ölülərlə deyil, dirilərlədir. Azərbaycanın barmaqla göstəriləcək bu mollası nələr deyir və nələr edib. Qeyrət, qardaşlar, qeyrət, Allah eşqinə bir qeyrət edin. O səfalı və pak yaradılmış qəlbinizi alçaq və dini qərəzlərlə məşğul edib, binəva millətin yetim balalarını cəhalət yoluna yaxmayın. Xütbədə bunu eşidən xurafatla bəslənən bir dindar necə düşman olmasın bu sözün sahibinə? Yaxşı, kimdir bu adam? Adı Molla Ruhullah Məmmədzadədir. Novxanılıdır. 18 il Bakının Hacı İmaməli məscidində mollalıq edib. Hətta cəmaatın xahişi ilə eyni zamanda Rus müsəlman məktəblərində şəriət dərslərini aparıb. İndi gəldik o can alıcı məsələyə. Hələ söhbət 19-cu əsrin axırlarından gedirsə, xurafatın iplə baş kəsdiyi zamanlar, ilahi əmirlərlə uyuşmayan məlumatları xalqa yeridərək onları cəhalətə sürükləyən digər mollaları ən sərt dillə tənqid edirdi. Qadınların cəmiyyətdəki rolunu, onların təhsil almasına qarşı yaranan cəhalətdən qaynaqlı fikirlərlə mübarizə aparırdı. Bu fikirləri o dönəmlər o qədər səs gətirmişdi ki, hətta fəal bir publisist kimi Məmmədzadə imzası ilə çıxış etdiyi Həyat, İrşad, Tərəqqi, Dəbistan kimi qəzet və jurnallarda, Hindistanın Kəlküttə şəhərində nəşr edilən Hübbül Vətən, İstanbulun məlumat qəzetlərində, tez-tez çap olunan məqalələrində öz əksini tapırdı. Günəş qəzetində xalqa belə səslənirdi. Qeyrət budurmu ki, xalqlar sənin torpağını arayıb, faydalar götürsün, sənin çırağın ilə işıqlansın, amma sən zülmətdə otur, acından öl. Bunun axırı nədir? Dinə də zəif gəlir, dünyaya da. Quru dindarlıq fayda verməz, para gətirməz, parasız da iş aşmaz. Şəhərlərdə məscidlər dolusu fəqirlər, quru dindarlıq edənlərdir. Bugün bu fəqirliyin bəlasından bütün məmalik-i İslamiyyə fəlakətə düşmüşdür. Cəhalət bütün bəlaların ümdə səbəbidir. Ona uymayın, amanın bir günüdür deyirdi. 1904-cü ildə Bakıda Hidayət adlı bir cəmiyyət yaradılmışdı. Onun təşkilatçıları əsasən ruhanilər və ziyalılar idi. Bu cəmiyyətin iki önəmli fəaliyyəti vardı. Birisi millətin canına bəla olan bir qrup qoçunun buynuzlarını qırmaq. Digəri isə küçələrdə, dini ayinlərdə zincirlə özlərinə zərər verən xalqa doğruları öyrətmək. Maarifləndirərək dinin əsas mahiyyətini onlara başa salmaq. Hidayətin 10 nəfərdən ibarət idarə heyəti vardı. Onun məşhur üzvlərindən Hacı Zeynalabdin Tağıyev, İsa bəy Haciniski, Bakı qazısı Mir Məmməd Kərim, Axund Molla Ruhullah, Rus zülmünə əks qanut duran difainin qurucusu Əhməd bəy Ağaoğlu və Mustafa bəy Əlibəyov idi. Düşünün ki, cəmiyyət öz fəaliyyətini açıqladığında birdən-birə şeytan daşlayanların hədəfi cəmiyyətin təşkilatçılarına yönəldi. Cəmiyyətin katibi Əlibəyov həftələrlə evindən bayıra çıxa bilmədi. Axund Mir Məmməd Kərimin evini yandırmaq istədilər. Axund Molla Ruhullah'nın isə taleyi daha faciəli oldu. 1912-ci ilin yanvarında onu namaz qılan yerdə öldürdülər. Bütün Bakı yas içində idi. Elə mollanı öldürən də onun həmkəndlisi Axund Məşədi Hacıoğlu tanınmış qoçulardan idi. Eyni zamanda Binəqədidə özünün neft mədənləri vardı. Hidayət üzvləri qubernatordan xahiş edirlər ki, onu qatil kimi Qafqazın hüdudlarından kənara sürgün etsinlər. Qubernator bu xahişi nəzərə alır.
Məşədi adının siyahıya düşməsində Molla Ruhullanın barmağı olduğunu düşünür və ondan intiqam almaq qərarına gəlir. Bu səbəbdən Axund düz 3 il yay aylarında Novxanıdakı bağına köçə bilmir. Qoçu xeyli pulundan keçərək Qafqaz hüdudlarından kənara sürgün edilməsi əvəzinə Hökməli kəndinə göndərilməsinə nail olur. Eyni zamanda Axunddan qisas almaq üçün fürsət güdür. Nəhayət 1912-ci il yanvarın 16-sında günorta vaxtı Molla Ruhullanın Poçtovaya, indiki Tağızadə küçəsindəki 151 saylı evinə soxulur. 62 yaşlı Axund elə namaz üstündəcə öldürülür. Həmin vaxt evdə 14 yaşlı qızı olub. O, atəş səsini yan otaqda eşidib. Hövlnak içəri daxil olanda artıq iş işdən keçibmiş. Atası yerdə qan içində uzanmışdı. Dəfində 10 minədək adam iştirak etmişdi. Tağıyev dəfn mərasimində çıxış edərək demişdi: Həzərat, mən neçə ildir lad fəryad eləyirəm ki, cəmaat, oxuyun, balalarınızı oxudun ki, belə müsibətlərə düçar olmayaq. Bugün həmin elimsizliyin nəticəsidir ki, belə qanlı vaqiəni görürük. Bu xalq cəhalətə, həddini bilməzliyə, xəyanətə çox ziyalısını qurban verib. Olsun ki, xalqı xurafatlarla uyudan digər mollalar Allahın işi deyə əllərini ovuşdurmuş, cəhalətlərinə haqq qazandıracaq bu hadisəni Allahdan görmüşdülər. Platonun mağara bənzətməsində bəhs etdiyi o oyanışa qarşı gələnlər, yəni oyandıran kəsləri özlərinə düşman olaraq görənlərlə 2000 ildən çox keçməsinə rəğmən heç nə dəyişməyib. Cəhalət əsrlər keçsə də rəngini dəyişməyən ən ölümcül düşmandır. Axundumuzun ruhu şad olsun. Dininizi hər zaman diri tutun. Sizi ondan başqa qoruyacaq heç bir şeyiniz yoxdur. Kin doğru hədəfə yönləndirildiyində ən müqəddəs qoruyucu silahdır.